Dikkat! Bu verilişte yayınlanan bilgiler Böyük Britaniya Sağlıq Örgütünün saytından alınıbdır. Mən həmişə tüylərimə jel yaxaram. Amma hamı deyər tüylərin heyfdir. Tüylərin tökülər ha. İstirdim görəm, jel tükü tökər ya yox. Jel taf kətirə tükün tökülməsinə nədən olmaz. Əziz zavanlar, standart jel tükü tökdürməz. Standart jel tükə zərər vurmaz. Standart olduğunu bir daha təkrarlamaq istəyirəm. Jel standart olmasa tükün tökülməsinə yol aça bilər. Gündə ortalama 100 tel tükün tökülməsi normaldır. Tökülmüş tüklərin yerinə yeni tük göyərəcəkdir. Bu yüzden tükün normal tökülməsindən qorxmamalısınız. Başını sif nömrəsi ilə qıxdırsan tüklərin qalinləşər kimi sözlər hamısı yanlışdır. Bizə belə gəlir ki, başımızı qıxdırandan sonra tüklərimiz çoxalır, qalinləşir, amma bu işlər tükün qalinləşməsinə və ya incələşməsinə nədən olmaz. Saçın aşağı bölümü yuxarı bölümünə görə daha qalındır. Buna görə başımızı qıxdırandan sonra tüklərimizin qalinləşməsini sanırıq. Bizi YouTube'da, Facebook'da, Telegram'da, Aparat'ta ve Bilim Sesi saytında izleyebilirsiniz.